Çok istediğin şey nedir? Öz anamın yanında böyümək. Valideyn himayəsindən məhrum uşaqların taleyinə kim cavabdehdir? Onların aşkar olunmaları, qorunmaları və dövlət qayğısı. Bu dəfə ən həssas mövzunun qapılarını açacağıq. Qanun və icra. Qanun və icra proqramı olaraq bugünkü mövzunu bacardığımız qədər hüquqi cəhətdən maarifləndirməyə xidmət edəcək. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. Birazdan. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının Woodsoft Mebel evinin sponsorluğu ilə qanun və icra başladı. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmiri evlər üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şri-Lanka gəlir və Şri-Lankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Woodsoft artıq 3 ildir peşəkar mebel istehsalı ilə xidmətinizdədir. Restoranlar, obyektlər, evlər və villalar üçün xüsusi dizayna uyğun mebellər hazırlayırıq. Siz modeli seçirsiniz, biz isə onu zövqünüzə və interyerinizə uyğun şəkildə gerçəyə çeviririk. Premium yumuşaq mebel, mətbəx və kabinet mebeli, restoran və obyekt dizaynı, ev və villalar üçün fərdi interyer mebeli, rəng, ölçü və dizayn tam sizin seçiminiz, yüksək keyfiyyət və uzun ömürlü materiallar, müntəzəm endirimlər, Woodsoft, hər bir detalda təbiilik və rahatlıq. Salam, hörmətli tamaşaçılar. Qanun və icra proqramına biz yenə sizinləyik. Bugünkü mövzumuz hər bir vətəndaşı maraqlandıran mövzulardan biridir. Biri ki, valideyn himayəsində məhrum olmuş uşaqların aşkar olunması və onlara yerləşdirilməsi ilə bağlı çox dəyərli ekspertlə dəvət etmişim ki, onların fikirlərini sizinlə paylaşaq. Bugün həqiqətən də cəmiyyətimizdə valideyn himayəsində məhrum olmuş uşaqların aşkar olunması ilə bağlı yerli icra hakimiyyətinin qəyyumlu və himayə şöbəsinin əməkdaşları və eyni zamanda buna nəzarət edən dövlət orqanları ki vardır. O dövlət orqanlarının bu günləri mərkəzləşdirilmiş çotu var. O çotla bağlı çox dəyərli ekspertlərimiz fikirlərini sizinlə paylaşacağıq. İlk öncə dəyərli ekspertlərimizi sizlərə təqdim edim, sonra siz mövzumuza qayıdacağıq. Ümid Uşaq Evinin direktoru Nigar Məsimli, Azərbaycan Respublikasının əməkdar jurnalisti Mətanət xanım Ağamirli, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü vəkil Saadət xanım Abdullazadə. Xoş gəlmişsiniz. Nigar ana, sizin belə deyək ki, el arasında bir ana ifadəniz var. Siz uzun müddətkin Ümid Uşaq Evinin belə deyək ki, direktorusunuz. Orada yüzlərlə, minlərlə uşaqların təlim-tərbiyəsində, aşkar olunmasında və adaptasiyolu cəmiyyətə qaytarılmasında xidmətləriniz var. Bütün Ümid Uşaq Evinin bütün sakinləri və bizlər də sizə Nigar ana deyərək müraciət edirik. Ümumiyyətlə, bugün cəmiyyətimizdə ailə məcəlləsinin 3 norması ki vardı. 3 normadan da biri ondan ibarətdir ki, ailə məcəlləsi 114, 115, 116-cı maddələr ki vardır. Birbaşa valideyn himayəsində məhrum olmuş uşaqların aşkar olunması və onların dövlət qayğısı və onların yerləşdirilməsi ilə bağlı bütün münasibətləri tənzimləyir. Ailə məcəlləsinin 114-cü maddəsində xüsusilə qeyd olunur ki, valideyni itirmiş,
valideyn hüququndan məhrum olmuş və valideyn hüququnun uzaqlaşdırılmış bir neçə valideynlər ki vardı. O uşaqlara təlim tərbiyəsində hüquq vəzifələrini icra edə bilmədiyinə görə ərazi üzrə yerli icra hakimiyyətinin Qayılma və Himayə şöbəsi onu aşkar eləyir. 3 gün məlumatlandırma ilə və 7 gün müddətində uşaqların yerləşdirilməsi ilə bağlı belə deyək ki, daha ciddi addımlar atır. Xoş gəlmisiniz. Sizin fikrinizi öyrənmək istərdik. Çox təşəkkür edirəm dəvətə görə Əkbər müəllim. Həm də çox hesab edirəm ki, olduqca vacib bir işin başındasınız. Yəni insanlarımızın maarifləndirilməsi, hüquqi maarifləndirilməsi bu günümüz üçün çox aktualdır. Və bəlkə də bu maarifləndirmə işinin güclü aparılması bu gün müzakirə edəcəyimiz problemlərin nə zamansa yaranmaması deməkdir. Siz Nigar ana sözünü işlətdiniz orada. Bəli, 30 ildir ki, artıq mən bu həyatda qazancım ancaq ondan ibarət olub, Nigar ana. Yəni bu ad elə belə yaranmayıb. Bu siz dediyiniz qəbildən olan uşaqların vaxtında aşkarlanması, onların necə deyirlər, himayə altına alınması, onların bütün problemlərinin həllində əsl ana kimi iştirak eləmək bu adı mənə qazandırıb. Mən bu adla təbii ki, qürur duyuram. Onunla yanaşı həm də demək istəyirəm ki, bizim Ümid Yer Uşaq Sığınacağı Azərbaycanımızda yaradılmış olan ilk sığınacaq evidir. Küçə həyatına məruz qalan və siz dediyiniz qəbildən olan, yəni valideyn himayəsindən məhrum olan və digər səbəblərdən küçə həyatına məruz qalmış uşaqlar üçün yaradılmış ilk uşaq sığınacağıdır. Bir tarixi məkandır. Bu, o zaman sığınacağımız yarandı ki, Azərbaycanımız keçid dövrünü yaşayırdı. Yəni, çoxlu çətinliklər ortaya çıxmışdı. Hələ hər şey öz yerini almamışdı və belə bir zamanda uşaqlarımızın küçə həyatına məruz qalma problemini ilk görən biz olduq və sadəcə görüb keçmədik və onun qarşısını almaq üçün, o uşaqlara dəstək olmaq üçün Azərbaycanımızın ilk uşaq sığınacağını yaratdıq və şükürlər olsun Allaha ki, çox uğurlu bir fəaliyyətimiz var. Artıq 30 ilə çatır və təbii ki, bu fəaliyyətin arxasında dövlətimizin dəstəyi var. Çünki biz bir qeyri-hökumət təşkilatı olaraq fəaliyyət göstəririk. Ancaq tək əldən heç vaxt səs çıxmaz. Dövlət təşkilatlarımızın, dövlət strukturlarımızın dəstəyi bizə çox yaxından imkan verib ki, biz bu uğurlara nail olaq. Yəni, küçə həyatından aşkarlayaraq, necə deyərlər, aşkarlayaraq sığınacağımıza gətirdiyimiz uşaqların sonraki taleyinin müəyyənləşdirilməsi, onların hüquqlarının pozulmuş hüquqlarının bərpası və digər məsələləri biz məhz dövlət strukturlarımızla birlikdə həll etmişik. Və yeri gəlmişkən demək istəyirəm ki, hal-hazırda Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Sosial Xidmətlər Agentliyi fəaliyyət göstərir ki, və bu agentlik hal-hazırda valideyn himayəsindən məhrum olmuş uşaqların çox məşğuldur və demək istəyirəm ki, kəşke bugün o təşkilatdan bir nümayəndə burada iştirak etmiş olaydı. Dəqiqələrdə bununla bağlı fikrinizi alacağıq. Eyni zamanda bizim digər vəkil ekspertimiz var, Esmir xanım Rızayeva. Mən onu da dəvət edeyim. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Esmir xanım Rızayeva bu günlər bizim ekspert qonağımızdır. Buyurun, xoş gəlmisiniz Esmir xanım. Mətəd xanım, ümumiyyətlə Nigar ana belə demək olar da mümkündür. Əlbəttə, buyurun, əlbəttə. Nigar ana ümumiyyətlə uzun müddətdir ki, Ümid Uşaq Evinin direktoru kimi fəaliyyət göstərir. Küçələrdə öz başına valideyn himayəsindən məhrum olmuş yox. Ola bilsin ki, valideyndən eşitməyən uşaqlar da var. Nəzarətindən yayılmış uşaqlar, bəli. Və valideyn o uşaqların üzərində öz hüquq vəzifələrini icra edə bilmir. Bəli, bəli. O uşaqların aşkar olunması qısa müddətdə ərazi üzrə yerli icra hakimiyyətinə 3 gün müddətində məlumat verilir və 7 gün müddətində araşdırılmalıdır və o uşağın valideyni ölüb-ölmədiyi dəqiqləşdirilir. Kimin uşağıdır, hansı şərtlərlə bu uşaq küçələrdə belə də tüfeğli həyat sürür, öz başınadır, valideyn nəzarətindən yayınır. Bu uşağın adaptasiya olması üçün sığınacaqlar və icra hakimiyyətinin Qayılma və Himayə şöbəsi əlverişlidir. Buyurun. Əkbər müəllim, mən də öz növbəmdə təşəkkür edirəm ki, belə bir aktual, həlli vacib məsələni siz müzakirəyə çıxırsınız, dinləyicilərin, əhalinin maarifləndirilməsində rol oynuyorsunuz. Komanda olaraq təşəkkür edirəm sizə. Amma mən dinləyirəm Nigar xanımı da, bəli, Nigar xanımı da tanıyıq, digər sığınacaqlar, uşaq evlərinin də zaman-zaman münasibətlərimiz olubdur və izləyirik onların fəaliyyətini. Amma biz nəticədən danışırıq hər zaman. Amma nəticəni yaradan səbəbdən mən hesab edirəm ki, nəticəni yaradan səbəblər müzakirə olunmalıdır. O səbəblər aradan qaldırılmalıdır. Hansı ki, sizin qeyd etdiyiniz çətin tərbiyə olunan uşaqlar, onların tapılıb, valideyn himayəsindən kənarda qalan onların tapılıb, müvafiq qurumlar
qurumlara verilməsindən söhbət gedirsə, bax o uşaqların sahibsiz qalmasına, atasız qalmasına rəvac verən amillər hansılardır? Bir. Və ya çətin tərbiyə olunan uşaqlar, onları bu vəziyyətə salan, rəvac verən amillər hansılardır? Kimdir günahkar? İnsan amili əlbəttə ki, böyüklər. Sonuçda yenə də ailə, məktəb, o insanları əhatə edən cəmiyyət, bütövlükdə cəmiyyət, bəli. Mən hesab edirəm ki, məsələn, təxminən bir müddət öncə baxmışdım, səhv etmirəmsə 2022-ci il idi. 2022-ci ilin statistikasında 1500-dən artıq uşaq ata-ana himayəsindən məhrum olmuş vəziyyətində uşaq evlərinə, sığınacaq evlərinə yerləşdirilmişdi. 1500 rəqəm kimi çox görünməyə bilər 10 milyonun yanında. Amma o hərəsi bir taylı ifadə var, deyir ki, bir uşağın gələcəyi əgər sual altındadırsa, bütün cəmiyyət günahkardır, bunun üçün biz günahkarıq. Dövlət deyil, dövlətdən getmir söhbət. Dövlətdə bəli, qanunvericilik bazası, təkmilləşmiş qanunvericilik bazası var. Beynəlxalq konvensiyalara qoşulub Azərbaycan dünyanın bir parçası olaraq, hüquqi dövlət statusunda biz dünyaya inteqrasiya edirik. Əlbəttə ki, dövlətin üzərinə düşən məsuliyyət ki var, siz az öncə qeyd etdiyiniz kimi, qəyyumluq, himayəçi şöbələr, Dost Agentliyinin qurumu eləcə də və bütün bunların birlikdə, uşaq evləri ilə birlikdə bu işlə bağlı üzərinə düşəni yerinə yetirir. Amma və lakin ona qədər olan mərhələ var, insan amili. Maarifləndirmə olmalıdır. Anaların, ataların, gənclərin, yeniyetmələrin. Mən bir dəfə bir məlumat oxudum, dəhşətə gəldim sözün əsl mənasında. Əqli cəhətdən qüsurlu evləndirilir, övlad olur, ailə başçılığı edə bilmir. O əqli qüsurlu ailəyə verilən qızın ailəsi nə düşünürdü? Uşaq qalır ortalıqda, aliment verə bilmir, ata psixoloji cəhətdən xəstə və yaxud da ki, travmalı bir ailədə böyüyən bir qız övladı, hansından danışaq? Nigar xanım daha gözəl bilir, hansını qeyd edək? Travmalı ailədə böyüyən bir qız övladı, ana yoxdur, küçələrə düşür, haralarsa uşaq evindən çıxır, sonra travmalı bir həyat yaşayır, qeyri-qanuni bir övlad gəlir və o övladı işgəncələrlə böyüdür, axırda polis idarəsinə şikayət olur, ananı 1 il 8 ay, 2 il 8 ay həbsə alırlar, uşağı yenə də uşaq evinə verirlər və sabah o travma ilə nəslində travmanın gen kodunu daşıyan və travma ilə dünyaya gələn. Sizin sözün əlavəsi olaraq, ümumiyyətlə, Ailə Məcəlləsi 114-cü maddəsində fəaliyyət qabiliyyəti məhkəmə qaydasında məhdudlaşdırılmış insanlar ki var, onların uşaq üzərində vəzifələrini icra edib etməmədiyinə görə qanunverici onun münasibət tənzimləyir. Elə fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış valideynlər var ki, həqiqətən onlara nikaha girməsi qadağandır və nikaha girdiyi anla onların nikahına bağlanan etibar hesab edilir. Amma biz bilirik ki, qeyri-qanuni nikahlarla da, yəni el arası vətəndaş nikahı ilə də bu kimi hallar mövcuddur. Biz bunu bilirik. Çox gözəl. Siz elə bir mövzuya toxunursunuz, nikahdan kənar doğulan uşaqlar ki var, hansı ki onlar nikahını rəsmiləşdirmir. Dövlət qeydindən keçmir, nikahını rəsmiləşdirmir və onlar münasibətə girir. Uşaq gətirir dünyaya. Bax, bu problemlər biz dövlətdən biz yaşayırıq. Ata obrazında olacaq adam yoxa çıxır müxtəlif səbəblər ucbatından. Qadın qalır uşaqla, travma ilə. Nəticə itibarilə mən faktın birini sədaladım sadəcə sizə. Uşaq evinə verilir, ana həbsxanaya göndərilir. Həmin ana da uşaq evində böyüyübdür. Yəni deməyim odur ki, demək istəyirəm ki, səbəblər araşdırılmalıdır, nəticə yox. Biz nəticə ilə mübarizə aparırıq. Səbəblərdən biri ən vacibi nikahların pozulmasıdır. Gərək ailələr dağılmasın. Ailələr dağılan gündən uşaqların hüquqları pozulur. Onların analı, atalı olmaq hüququ pozulur, onların xoşbəxt olmaq hüququ pozulur və ata-ana yanında olmadığı üçün təhsil hüququ pozulur. Yəni, ən vacib odur ki, boşanmaların qarşısı alınmalıdır. Bu istiqamətdə çoxlu təbliğatı işlər aparmaq lazımdır. Bilirsiniz necə, Nigar xanım, sizin sözün analar elə savadsızdılar, bizim sığınacağa gəlirlər. Hər şey bilikdən, savaddan asılıdır. Bilirsiniz necə situasiyadır? Təsəvvür edin ki, qadın, ata və ya ana əgər savadlı olsa, bilikli olsa, özü ayağa durmayana qədər, öz sağlamlığını tam təmin etməyənə qədər o uşağı da dünyaya gətirib küçələrə salmayacaq. Və yaxud da ki, belə bir deyim var, hansısa kitabdan oxumuşdu ki, uşaqların valideyni seçməsi öz seçimi deyil. Amma valideyn olmaq arzusundadırsa, seçimi o idir, o övladı gətirir dünyaya və bir ömür boyu o övlada sahib çıxmaq valideynin borcudur. Amma baxaq görək, bütün valideynlər bu
bu məsuliyyətin öhdəsindən gəlirmi? Bu Aydındır. məsuliyyəti Bax, dərk Məhəmməd xanım, edirmi? indi görək burada hüquq nə deyir? Buyurun. Bəli, əslində xanım. ailə quran xanımlar da, bəylər də əvvəlcədən deməli valideynlik hüquqlarını və vəzifələrini dərk etməlidirlər. Bunu yaxşı, çox əvvəlcədən bunun barəsində dərindən fikirləşməlidirlər. Yəni ki, ailəni niyə qururuq? Yəni ki, sabahlar uşaq dünyaya gələcək, biz bu uşağı saxlaya biləcəyik, bizim maddi imkanımız buna yol verəcək, verməyəcək. Yəni bunu qabaqcadan razılaşmalıdırlar. Bu barədə valideynləri ilə də, bəli, valideynləri ilə də məsləhətləşməlidirlər. Yəni ondan sonra onlar ailə qurmağa tam hazır olduqdan sonra, hamı ilə valideynləri ilə də məsləhətləşdikdən sonra, buna tam arxayın olduqdan sonra ailə qurmağa tam Ora Sadık xanım, bir şey də əlavə edelim. Ailə Məcəlləsi 13-cü maddə tibbi müayinədən keçməklə bağlı. Bir də ki, bəli, olur ki, əgər oğlanla qız evlənir, məsələn, digər tərəfin xəbəri yoxdur ki, tutaq ki, onun epilepsiya xəstəliyi var və yaxud bəzi genetik xəstəlikləri var. Ona görə də əvvəlcədən mütləq hər iki tərəf tibbi müayinədən mütləq keçməlidir. Tibbi müayinədən keçdikdən sonra tam aşkar olunsa ki, bunlarda nə xəstəliyi var, bəlkə də razılaşır. Elə adam var, lap bilir ki, oğlan bilir ki, qızda filan xəstəliyi var, deyir ki, nə olsun, yəni ki, mən razıyam onunla evlənməyə. Bu da normaldır. Əgər o onu qəbul edibsə, əlbəttə ki, normaldır. Yəni bunların hamısını valideynlər, əslində biz analar öz övladlarımıza qabaqcadan bildirməliyik ki, yəni ailə qurmağın qabaqcadan məsuliyyətini hiss etsinlər. Əgər onlar əvvəlcədən ailə qurmağın, ailənin nə olduğunun, valideyn vəzifələrini, hüquqlarını qabaqcadan bilsələr, yəni onlar üçün gələcəkdə çətin olmayacaq. Yəni onlar buna tam hazır olacaqlar. Hal-hazırda biz çox sevinirik ki, nə yaxşı ki, bizim Nigar xanımımız kimi analar var, yəni sığınacaqlarımız var, əlbəttə ki, yəni ki, bizim ürəyimiz ağrıyır, əlbəttə kimsə uşaqları ilə düzgün, yaxşı rəftar eləməyəndə, uşaqları, yəni ki, dilənməyə məcbur eləyəndə, hətta 14 yaşına çatmayan uşaqları işləməyə məcbur edən valideynlər var, ağır evdə onlara işlər, işgəncə verənlər var. Evdə onlara işgəncə verənlər var, Yəni ki, biz özümüz, məsələn, bizim bu cəmiyyətin borcudur ki, uşaqların qayğısına qalmaq. Yəni ki, biz özümüz bir cəmiyyət olaraq, məsələn, eşitsək ki, qonşuda kimsə uşağı ilə yaxşı rəftar eləmir, vaxtında yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına xəbərdar eləməliyik. Yəni ki, onlar da bunu aşkar edib, uşaq gəlib həmin ailə ilə maraqlanmalıdırlar. Yəni bu ilk növbədə bizim borcumuzdur. Sədiq xanım çox düzdür ki, cəmiyyətin fəallığı çox böyük rol oynayır bu işdə. Ən vacib məsələ Mən çox təşəkkür edirəm dönə-dönə ki, hansı ki, qonşuda görür qonşusunda uşaq işgəncə çəkir, problem var ailədə və yaxud da ki, necə deyərlər, elə bir vəziyyətdədir ki, daha pis hadisələr baş verə bilər, dərhal məlumat verir, məsəl üçün bizim kimi Bununla bağlı Nigar ana, ictimai nəzarət var. Bax, bugün də mən efir arxasında bütün valideynlərə və eyni zamanda valideyn itirmiş ailə uşaqlar ki var, eyni zamanda uşaqlardan bu və digər formada işgəncəyə məruz qoyan yaxın insanlar ki var. Ola bilsin ki, valideyn himayəsindən məhrum olub və valideynini itirib uşaqlar dayı, əmi, xala, bibi yanında qalır. Bax, o valideynlər ki, hansı ki, o belə də himayə verilmiş uşaqlar ki var, işgəncəyə məruz qalırlarsa, onlar ərazi və yerli icra hakimiyyət orqanlarına müraciət etsin və bizim bu proqramda səslənən fikirlərə daha diqqətlə yanaşsınlar ki, valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar olması ilə bağlı dövlət daha çox maraqlıdır. Ancaq cəmiyyət üçün bir yaxşı qaynar xətt olmalıdır. Var, ayrı-ayrılıqda fəaliyyət var. Ancaq o qaynar xəttlərin reklamı yoxdur. Göy yerindən duran hər bir uşaq bilir ki, ona görə də o missiyanı biz üzərimizə götürürük. Qanun vəzirlər proqramı olaraq üzərimizə götürürük və bütün vətəndaşlarımızın hüquqi cəhətdən maarifləndirilməsinə, xüsusilə də sosial problemlərlə bağlı, pozulmuş hüquqlarla bağlı, istər cinayət hüquqi xarakterli olsun, istər inzibati hüquqi xarakterli olsun. Bu hal-hazırda vətəndaşlarımız bilirsiniz, bəzi hallarda öz hüququnun pozulduğunu bildiyi və bilməli gündən onun hüquqları yaranır. Zaten o hüququn arxasına getmir. Ya vəkilə müraciət etmir və yaxud da bir hüquqşünasa müraciət etmir ki, bu məsələ ilə bağlı ona ilkin hüquqi yardım olsun. Əsmər xanım, xoş gəlmisiniz. Xoş gördük. Səadət xanım çox gözəl bir məqama toxundu. Konstitusiyon hüquq nigaha daxil olmanı tənzimləyir. Biz bilirik ki, hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ərazisində yaşayan əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda nigaha daxil olma kimi hüquqları var və harda olmasından, harda bağlanmasından asılı olmayaraq nigah tanınır. Lakin gəlin düşünək, cəmiyyətin ən böyük problemindən biri də odur ki, nigaha daxil olan insanlar tibbi müayinədən keçsə də biz bilirik ki, həmin tibbi arayış, tibbi müayinədən keçirilsə də həkim sirrini təşkil edir. Həkimlərin bu kimi hər hansı bir xəstəliyi bir-birinə, vətəndaşlara demək kimi səlahiyyət verilmir və şəxslər öz üzərində daşıyır o səlahiyyəti ki, bir-birinə o xəstəliklə bağlı məruzə etsinlər yaxud yox.
Və gəlin düşünək, əgər bugünkü gündə tərəflərdən biri hər hansı bir ciddi xəstəliyin daşıyıcısıdırsa, bu şəxs qarşı tərəfə demirsə, artıq bunun necə ər, necə ata, necə ana olmasını dəlalət edir. Və həmin qeyri-məsuliyyətli şəxslərdən də nigaha daxil olursa bilə-bilə ki, kiminsə övladını bədbəxt edəcək, nigaha daxil olarkən, bu insan gələcəkdə bilir ki, normal prosedurdur ki, nigaha daxil oldunsa, uşaq dünyaya gələcək. Və bu nigahdan doğulan uşaq da xəstə uşaq olacaq və yaxud da ki, gələcəyi sual altında, şübhə və yaxud təhlükə altında olan uşaqlar dünyaya gələcək və nəticədə cəmiyyətə bədbəxt uşaqlar dünyaya gələcək. Və eyni zamanda da həmin uşaqlar ki var, 18 yaşı tamam olmuş və nigaha daxil olmaq istəyən artıq oğlan və qız, onların da məsuliyyəti valideynlərinin boynunadır ki, əgər belə bir hal varsa ki, onlarda, övladlarda hər hansı bir ciddi xəstəlik var, onların nigaha daxil olmasının qarşısını, təbii ki, nigaha daxil olmaq bir hüquqdur, amma yenə də düşünməlidir ki, bunun nəticəsi nə olacaq cəmiyyət üçün, dünyaya gələcək uşaqlar üçün və bugünkü gündə də biz cəmiyyətdə bu kimi uşaqları artıq aşkar edirik və Nigar xanım da düzgün vurğulayır, hər birimizin vətəndaş borcudur ki, bu kimi uşaqlar aşkar olunduğu təqdirdə dərhal aidiyyatı qurumlara, müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək. Və ailə məcəlləsində də 114.1-ci maddəsində də qeyd olunur ki, kimlərdir valideyn hüququndan məhrum edilmiş uşaqlar? Valideynləri ölmüş, xəstə olan valideynlərə... İqtidarı olmayan uşaqlara baxmağa. Yəni, valideynləri xəstə olan uşaqlar və yaxud uzun müddət valideynləri ilə yaşamayan uşaqlar var. Məhkəmə qaydası biz bilirik ki, uşaqların üzərində hüquqları məhrum etmə səlahiyyəti ancaq məhkəməyə aiddir. Yəni, həmin hüquqlardan məhrum edilmiş və yaxud məhdudlaşdırılmış valideynlərin hüquqları olan uşaqlar artıq valideyn himayəsindən məhrum uşaqlar sayılır ki, onları da biz aşkar etdiyimiz təqdirdə müraciət etməliyik. Həm hüququ var, həm üzr istəyirəm, bizim bir reklamımız var, reklamdan sonra qayıdacaq mövzumuza. Şərur MTK-nın baş sponsorluğu Cihan Seylon çaylarının Woodsoft mebel evinin sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edəcək. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni, binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Doqazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Woodsoft artıq 3 ildir peşəkar mebel istehsalı ilə xidmətinizdədir. Restoranlar, obyektlər, evlər və villalar üçün xüsusi dizayna uyğun mebellər hazırlayırıq. Siz modeli seçirsiniz, biz isə onu zövqünüzə və interyerinizə uyğun şəkildə gerçəyə çeviririk. Premium yumuşaq mebel, mətbəx və kabinet mebeli, restoran və obyekt dizaynı, ev və villalar üçün fərdi interyer mebeli, rəng, ölçü və dizayn tam sizin seçiminiz, yüksək keyfiyyət və uzun ömürlü materiallar, müntəzəm endirimlər, Woodsoft, hər bir detalda təbiilik və rahatlıq. Şərur MTK-nın baş sponsorluğu Cihan Seylon çaylarının Woodsoft mebel evinin sponsorluğu ilə qanun və icra reklamlardan sonra davam edir. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Doqazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur.
Hörmətli tamaşaçılar, bizim baş sponsorumuz və sponsorumuza öz verilişimizdən təşəkkürümüz var. Belə ki, bizim baş sponsorumuz Şəhəriyyə Mənzil Tikintini Kooperatividir və reklamımıza da qeyd olunur ki, Şəhəriyyə Mənzil Tikintini 30 ilə yaxındakı Bakı və Bakı ətrafında çox mərtəbəli binalar tikir, keyfiyyətinə və eyni zamanda vaxtına təhvil verilməsinə cavabdehliyi öz üzərinə götürür. Xahiş edirəm, Şəhəriyyə Mənzil Tikintini Kooperativindən ev alan zaman hüquqşünaslarla, vəkillərlə gedə bilərsiniz və müqavilənin şərtlərinə diqqət edib, müqavilə bağlayıb mülkiyə sahib ola bilərsiniz. Eyni zamanda Cihan Seylon çaylarını məsləhətdir ki, istifadə edəsiniz. Çay belədir ki, biz Azərbaycandan çaya daha çox üstünlük veririk. Xeyrimizdə, şəhərimizdə hər zaman süfrələrimizin bəzəyi çaydır, çay da istirahət deməkdir. Sizi bu istirahətə dəvət etmək üçün Cihan çaylarını istifadə etməyi sizə tövsiyə edirik. Hörmətli tamaşaçılar, verilişimiz davam edir. Mən bugünkü mövzu ilə bağlı valideyn himayəsindən məhrum olmuş uşaqlar, amma digər hüquqlara açıq qalır. Vərəsəlik hüququ, mülkiyyət hüququ və digər hüquqlar. Buyurun. Deməli, Ailə Məcəlləsinin 64-cü maddəsində valideynlik hüququndan məhrum etmənin əsasları göstərilmişdir. Burada əsaslardan ən birincisi valideynlik deməli, vəzifələrinin yerinə yetirilməməsidir. Valideynlik hüquqlarından sui-istifadə edilməsidir. Valideynin uşaqlarına qarşı uşağını doğduqdan sonra doğum evindən götürməməsi və yaxud və s. təhsil, təlim, tərbiyə ocaqlarından, digər analoji müəssisələrdən uşaqları götürməyən valideynlər deməli valideynlik hüququndan məhrum edilirlər. Bəli, əgər valideynlərdən deməli hansısa narkomaniya və deməli alkoqolizm xəstəliyindən xroniki xəstəsidirsə, həmçinin uşaqlarına qarşı hər hansı bir cinayət, ailə üzvlərinə qarşı hər hansı bir cinayət hadisəsi qəsdən törədirsə, həmin deməli evdə məişət zorakılığı, uşağa qarşı məişət zorakılığı törədən valideynlər valideynlik hüququndan məhrum edilirlər. Bunların hamısı əslində məhkəmə qaydası ilə müəyyənləşdirilir. Lakin valideynlik hüququndan məhrum edilən valideynlər nəzərə almalıdırlar ki, onlar bu hüquqdan məhrum edilsələr də, onlar alimentdən, uşaqlarını saxlamaq hüququndan məhrum edilmirlər. Onların borcu ömrlərinin axırına qədər, bu uşaq yetkinlik yaşına çatana qədər uşaqlarını saxlamağa, yəni ki, maddi cəhətdən saxlamağa borcludurlar. Yəni ki, uşaqlarına aliment verməlidirlər və yaxud həmin uşaqlar, baxma ki, valideynlik hüququndan məhrum ediliblər, onlar vərəsəlik hüququnu onlar həmşərik daşıyırlar və yaxud əmlaka sahibdirlər, xüsusi mülkiyyət hüququna sahibdirlər. Yəni ki, bu uşaqlar bunlardan heç birindən məhrum edilə bilməzlər. Hətta valideynlik hüququndan məhrum edilən uşaqlar həmin valideynlərin qohum əqrabaları ilə də ünsiyyət saxlamağa hüquqları itmir. Yəni ki, istədikləri insanlarla ünsiyyət saxlaya bilərlər. Yəni bunları dərindən dərk etməlidirlər. Bax, Sədat xanım, bu uşaqlar ki var, ümumiyyətlə belə deyək də, bu hansı valideyn himayəsindən məhrum olan uşaqlar alimentə münasibətdə onların alimentin ödənməsindən yayınılmır. Aliment ödəyir həmin valideyn. Əgər valideyn hüququna məhrum olsa, vərəsəyə də açıqdır. Bəli. Nə qeyd eləmək istəyirəm, Səadət xanım düzgün sadaladı 64-cü maddənin xüsusiyyətlərini. Orada bir nüans var. Alimenti ödəməkdən qərəzli şəkildə yayınan valideynlər də valideynlik hüququndan məhkəmə qaydasına məhrum olunurlar. Amma bir çox hallarda müraciət edən vətəndaşlar, yəqin ki, vəkillərin hamısının rəstinə çıxıbdır, zəng eləyirlər, soruşurlar ki, əgər valideynlik hüququndan məhrum olaramsa, alimenti ödəməyəcəm, elə çıxır. Yəni, çox düzgün vurğuladı Səadət xanım, aliment öhdəçiliyi, yəni uşağı hüququndan məhrum etsə də valideynin uşaq üzərində vəzifələrdən məhrum olmur. Yəni, uşaq yetkinlik yaşına çatana qədər, 18 yaşına qədər valideyn borcludur və vəzifəsidir ki, uşağın saxlanılmasında iştirak etsin. Eyni zamanda uşaq doğulduğu andan artıq onun valideyndən keçən vərəsəlik hüququ var ki, o da həmin uşaq vəfat edənə qədər onun üzərindədir. Hətta vəfat etsə belə, irsi transmissiya qaydasında atadan övlada, övladından da öz övladına keçirilməsi var. Mənə çox narahat edən bir məsələdir ki, Nigar ana o məsələni daha mövzunun içində olduğuna qədər bilir. Sığınacaq və uşaqların sosial məsələlər yerləşdirilməsi 18 yaşına çatdı və ondan sonra dövlət qayğısı ilə bağlı, onların adaptasiya olması ilə bağlı. Valla bu çox vacib bir prosesdir. Çoxları ev verilir. Məsələn, mən bəzi qardaş kanallarda görmüşəm və iştirakçı olmuşam ki, onlara dövlət tərəfindən bir otaqlı, iki otaqlı evlər verir. Mən onlara danışaram, ancaq ona qədər xanım hüquqşünasımızın bayaq qoyduğu məsələyə münasibətimi bildirmək istəyirəm ki, deməli, bizim çox təəssüf ki, məhkəmələrimiz
nalayiq valideynlərin valideyn hüququndan məhrum olması işinə ciddi yanaşmırlar və çox cəsarətsiz yanaşırlar. Deyirlər, bu çox çətin məsələdir, bunun üçün çox arqumentlər olmalıdır. Mən soruşmaq istəyirəm ki, 7 uşağını sığınacağa atan və çox yalvar yaxar eləyərək, sosial şəbəkədən taparaq ananı gətirib onu arada bir dəfə görüşdürmək ki, uşağın partlayan ürəyinə bir şəfa olsun, o ananı valideyn hüququndan məhrum eləmək olar ya olmaz, lazımdırmı, lazım deyil. Nigar xanım, bir şəxsi fikir bildirim. Bəzən məhkəmələr humanistcasına yanaşma eləyir və uşağın maraqları və mənafeyi güdülür. Yəni, burada valideyn məsuliyyətsiz və yaxud humanistik valideyn olmaya bilər, öz vəzifələrini tam dərk etməyən valideyn ola bilər. Amma uşağa mövqedə, uşağın valideyninlə ünsiyyət hüququnu nəzərə alaraq, məhkəmə heç olmasa valideynə vicdan olaraq toxunmaq bəlkə də istəyir ki, heç olmasa bir dəfə həftədə gəl uşağı gör ki, uşaq ana, ata tanısın. Və görmürsə, yəni, gəlmirsə, görmürsə və gəlmirsə. Artıq görmürsə, vicdana buraxır, mənəvi uşağın hüququ pozulur. Ailə Məcəlləsinin 114-cü maddəsində, yəni uşaq üzərində hüquq vəzifələr icra etmədiyi təqdirdə artıq o uzaqlaşdırılır. Bu qanun tələbləri məhdudlaşdırma, bəli, hüquq məhdudlaşdırılır, bəli. Var bizdə. Yəni məhkəmənin ünsiyyət saxlama hüququnu deyirsiniz də ki, valideynlə olan ünsiyyət saxlanılır. Çox ciddi yanaşmırlar və çox cəsarətsiz yanaşırlar bu mövzuya. Etmək istəmirlər elə valideynlərə qarşı. Bir çox hallarda valideyni arxayın salır. Həmin insanlar arxayın salır ki, mən məsələn elə bir faktla rastlaşdım. Uşağı aparıb məhkəməyə qoymuşdu analıq hüququndan. Uşağı üzr istəyirəm, aparıb uşaq evinə qoymuşdu ana. Valideyni hüququndan məhkəmə siz dediyiniz kimi çox yumşaq münasibət göstərib, görüşmə izni vermişdi və qadın gəlib həmin uşağın evində, uşaq evində müəllimələr tələb eləyəndə ki, gəl vaxtında uşağı gör, heç olmasa anasını tanısın, demişdi ki, imkanım yoxdur saxlamağa, hökumətin qərarı var. Mən 18 yaşdan onu da gəlib götürəcəm. Amma bir Ailə Məcəlləsinin maddəsində də müvafiq bəndində qeyd olunur ki, valideyn imtina etməyənə qədər uşaqdan, o uşaqla valideynin ünsiyyət hüququ saxlanılır. Yəni, valideyn himayəsindən məhrum uşaqlar kimlərdir? Valideyn əgər qəti şəkildə sosial evlərdən götürülməsindən imtina edərsə, öz hüquqlarını və vəzifələrini yerinə yetirməkdən imtina edərsə, qəti şəkildə boyun qaçırarsa. Müəllimə, imtina etmir, ancaq uşağın hissləri ilə oynayır. Bəs o necə qiymətləndirilir? Yəni, məhkəmə uşağı nəzərə alır. Nigar ananın söyləyəcəyi bir fikir var. Mən təcrübədən çıxıram. Yox, bildim. Biz sizə sual verək. Bax, uşaqlar gəldi sizə, hansı yaşa qədər, hansı müddətə qədər qalır və 18 yaşına qədər sonra uşaqların talihi ilə bağlı, dövlətin qayğısı ilə bağlı. Və Əkbər müəllim, yaşından asılı olmayaraq 0 yaşdan, yəni yeni doğulan uşaqdan 18 yaşa qədər istənilən uşaq sığınacağımıza qəbul olunur. Eyni zamanda körpə uşaqlı analar da əgər küçə həyatına məruz qalıbsa, onlar da uşağın xatirinə biz qəbul edirik. Həmən valideynləri? Bəli. Həmən valideynlər uşağı ilə küçə həyatına məruz qalıbsa da, əlacısız, çarəsizdirsə, qəbul olunan kimi dərhal o insanlarla bizim Heydər Əliyev Fondu tərəfindən bizim üçün təhkim olunmuş çox gözəl klinik psixoloqumuz fəaliyyət göstərir. Bir də özümüzün ştatda olan psixoloqumuz, 2 psixoloq sığınacağımızda bu uşaqlarla işləyirlər. Neçə müddət qalmaq hüququ əldə edirlər onlar? Əslində normalda 6 ay olmalıdır. Ancaq bəzən onlarla aparılan işlərin müddəti, yəni zəruriyyətdən uzandığı üçün ona görə gec də ola bilər. Mən üzr istəyirəm. Siz internat evlərini nəzərdə tutursunuz. İnternat evlərində 18 yaşında, bəli, 18 yaşında. Sonra onu dövlət təhvil edirsiniz, sənin uşaqları. Əlbəttə ki, hansı uşağı ki, psixoloji, necə deyək, sarsıntıdan çıxartdın, travmalardan çıxartdın, hüquqi sənədlərini biz düzəldirik, tibbi sağlamlıq baxımından bərpa edirik, hər şey təhsil hüququnu bərpa edirik. Himayə ailəsinə verilməklə bağlı. Məsələn, bax, bu günlər biz taliyat bir dövlətik. Bizdə xeyli millətlər yaşayır. Lərzi qardaşlarımız var, Talış qardaşlarımız var və digər avar qardaşlarımız var. O uşaqlar ki var, Azərbaycanı o ailə verimi ilə qanunverici tənzimləyir. Məsələn, Rus millətinə olan uşağı o mədəni, əxlaqı, tərbiyəsi ilə bağlı, o genetik kodlarla bağlı himayə verilən ailələrdə onlar hamısı nəzərə alınır. Alınır, bəli. İndi bizim yeni qanunlarımız çıxıb bir dəqiqə və çox gözəl bir şansı açır. Həm uşaq evlərində yaşayan uşaqlar üçün, həm də övladlıq, necə deyirlər, hansısa bir uşağa xidmət etmək arzusu olan vətəndaşlarımız üçün bu da himayədar ailə qanunudur ki, istənilən ailə təbii ki, yoxlamalardan keçəndən sonra əgər layiqdirsə, əgər cavab verirsə qoyulan tələblərə himayədar ailə ola bilər. Hər bir insan vacibdir onu övladlığa götürsün. Hansısa uşaq evində yaşamaqda olan uşağı öz ailəsinə qəbul edir.
edə bilər və onu saxlaya bilər, onun tərbiyəsi ilə, təhsili ilə, hər şeylə məşğul ola bilər. Və bir də ki, nəyə demək istəyirəm? Burada biz çox vacib bir məqam var ki, dövlətimiz həmin ailələr üçün maddi vəsait ayırır. Hər ay 400 manatdan ibarət maddi vəsait, bir də daha 2 aydan bir də daha 200 manat. Yəni uşağı saxlaya biləcək normal bir vəsait olur ki, bu da dövlətin dəstəyi olur o uşaq üçün, ailə üçün. Hörmət tamaşaçılar, bu günlər ərazidə asılı olmayaraq, əgər valideyn himayəsindən eyni zamanda işgəncəyə və zorakılığa məruz qalan hər hansı bir ailə uşağını aşkar etdiyiniz təqdirdə ərazi üzrə hüquq mühafizə orqanlarına, xüsusilə də ərazi üzrə icra hakimiyyətinin qəyyum və himayə şöbəsinə məlumat vermək bizim vətəndaş borcumuzdur. Və vicdani borcumuzdur. Siz həm də ki, bu valideynlik hüququndan məhrum etməz istəyirsiniz. Onu əslində məhkəmə tərəfindən məhrum edilərsə valideynlər, bu onları yəni tamam həyatdan silmək olmaz da bu valideynləri də, yəni bu hüquqlarını. Bəlkə bu da əslində bu ona görədir ki, bunlar həmin valideynlər öz hüquq və vəzifələrini dərindən dərk etsinlər. Yəni özlərini tərbiyə eləməyi bacarsınlar. Əslində elə bir maddə bəzi hallarda elə ki, mühit yaradır o tip sonradan düzəlirlər. Sağlam həyat tərzi keçirməyən qadınlar üçün. Mən onun şahidi olan birisi, bir jurnalist kimi deyirəm bunu. Mən təcrübəmdə rastlaşmışam ki, dava eləyir uşaq evi ilə ki, hökumətin uşaq evidir, mən uşağım 18 yaşında gəlib aparacam, qalsın burada. Əslində o yaxşı haldır. Yəni ki, valideyn üçün o artıq özündə bir düzəliş edib də. Çünki ailə məcəlləsində var ki, o öz mənafəyi üçün uşağını aparır. Yox, əgər öz mənafəyi üçün edirsə o heç, əlbəttə ki, ona kömək edə biləcək bir uşağa. Yəni məsələ də var ki, Səadət xanım, bizim qanunvericilikdə ailə məcəlləsində qeyd olunur ki, hətta məhrum edilmiş və məhdudlaşdırılmış hüquqları olan valideynlərə ailə məcəlləsi ədalətli yanaşma edir, bərpasını da qoyur. Yəni valideynlər üçün o şans da verilir ki, bəlkə düzəliş ola bilər ki, alkoqolizmdə, narkomaniyadır, şiddətlə olan psixoloji problemlər olur. Valideyn hüququndan məhrum olmuş insanların 65-ci maddəyə görə bərpa hüququ da var. Bərpa hüququ. Məhkəməyə müraciət çatdırıram ki, o demək deyil ki, məhrum edildi. Həmən valideynin bərpa hüququ var ki, təzən bərpa etsin. İddia ərizəsi 65-ci maddə, bəli. İddia ərizəsi ilə məhkəməyə müraciət edir ki, məsələn, filan vaxtı məndə filan xəstəliyi var idi, uşağıma baxa bilmirdim. Əsəblərim tutaq ki, pozulmuşdu. Mən getdim psixoloji müayinələrdən keçdim. Artıq özümü yaxşı hiss edirəm və yaxud söz verirəm ki, uşağımı daha məsələn döyməyəcəm, incitməyəcəm. Həm də həkimin rəyini də gətirir ki, doğrudan da tam sağalıb. Əlbəttə ki, məhkəmə də bunları təzədən ekspertizadan keçəndən sonra əlbəttə ki, mütləq yerli icra hakimiyyəti, qəyyumluq və himayə orqanının rəyi alınandan sonra onların nümayəndəsi məhkəməyə dəvət olunur. Ondan sonra yenidən bərpa oluna bilər. Yəni ki, bu əslində çox gözəl bir haldır. Ən yaxın günlərdə bütün cəmiyyət olaraq bir hadisəni izlədik biz. 16 yaşında qız intihar elədi, atası imtina elədiyi üçün. O ata ki, bir xəstəliyi yox idi, yəni sağlam Rusiyada yaşayan bir adam idi, uşaqdan rəsmi imtina eləmişdi. Bu nədir? Bu artıq mənəvi dəyərdir. Dəyərlər sistemi dağılır. Müəyyən hallarda dağılır, əzizim, gözəl xanım. Yox, o valideyn əslində cinayət məsuliyyətinə cəlb olunmalıdır. Dövlətin boynuna atırıq. İnsan faktoru, bütün dövlət də, hüquq da, hər şey insanın yaratdığı cəmiyyətdir. Cəmiyyətin yaratdığı qurumlardır, quruluşlardır. O baxımdan ilk öncə insan maarifləndirilməlidir. İnsan faktoru savadlı olmalıdır. Bir mənalı şəkildə həmin o valideynlər əgər öz hüquqlarını bilməyi bir yana, ayrıca bir mənəvi dəyəri olsa ki, bu dünyaya gətirdiyi uşağı yaşına asılı olmayaraq, istənilən anda yanında olacaq, o halda nə faciəvi hadisələr baş verər, nə uşaq evlərinə, sığınacaq evlərinə ehtiyacı olar, nə də biz hüququn aliliyinin, hüququn ən sərt formalarını, yəni cəmiyyət olaraq tələb etməliyik. Bu nə deməkdir? Bu deməkdir ki, insan amili mənəvi aspektdən inkişaf eləməlidir. Mövcud dəyərlər sistemi dağılmamalıdır. Nigar xanım yaxşı xatırlayır, çünki bizdən daha üst nəslin nümayəndəsidir. Bir vaxtlar mən uşaq idim, mənim yadımdadır. Tanıdığım bir ailənin atası, anası qəziyyət düşmüşdü, 3 uşaq ortalıqda qalmışdı. Kim sahib çıxdı ona? Əmi sahib çıxdı. O əmi yoldaşı o 3 uşağı öz övladı kimi bağrına bastı, böyütdü, oxutdurdu, universitet bitirdilər, ailə etdi hamısını. Azmı olub belə təcrübə? Nigar xanım. Yetərincə. Azərbaycan cəmiyyəti yetərincədir. Kətdən çıxartmayıb. Bəli, bizim bu cür dəyərlər var idi. Bir ailə, bir nənə, bir baba, sağ yaşayan bir baba, xala,
uşağa sahib çıxmır. Uşağın anası zaten məlumdur ki, travmada intihar edib rəhmətə gedib. Ata da Rusiyadan imtina məktubu göndərib ki, mən imtina edirəm, hə icazə verirəm, uşaq evinə yerləşdirir. Bu nədir? Burada hüquq rol oynamır. Burada mənəvi dəyər rol oynayır. Əgər aşkar olunarsa ki, həmin uşağın həqiqətən intihar həddinə çatdırılması ilə bağlı müəyyən bir hal varsa, cinayət məsuliyyəti olur o zaman. Olmaz. Yəni biz deyə bilmərik ki, valideyn uşağı imtina etdi Yox, və mən uşaq bunun məsələnin nəticəsində mənəvi ağır tərəfindən fəcaiə danışıram. nəticə oldu. Hüquqi tərəfindən yox. O problem baş verən ana qədər ki, mən düşünürəm ki, hər birimiz Azərbaycanlıyıq. Biz dünyanın bir parçasıyıq, inkişaf edirik. Hər şey gözəldir. Dağlıq Qarabağ münaqişəsini qələbə ilə qazandıq, qürur hissi ilə yaşayırıq. Amma illərdir efirlərdə, mediada, sosial mediada qız uşağının çox üzr istəyirəm, zorlanması, körpələrin zorlanması faktı. Çünki mən xəcalət çəkirəm, öz adıma danışıram. Bir dəqiqə Ümmətən Və xanım, yaxud da ki, elə şeylər var ki, bu günləri bax belə deyək də, cəmiyyətdə nə hadisənin baş verməyindən asılı olmayaraq bütün münasibətlər hüquq müstəvidə həll olunur. Məsələn, bax, bugünkü mövzumuz mənim üçün ən mövzu, yəni bir aparıcı kimi valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar olunması, onun dövlət qayğısı ilə bağlı bir mövzumuzdur. Dövlət qayğısı mükəmməldir. Bax, Mükəmməldir. nə deyirəm? Məsələn, şahid olmuşam, avtoqəzada hər iki valideyn itirən uşaqlar olub. Bəli. Məsələn, ata cəzaçəkmə müəssisəsindən cəza çəkir, ana Dələduzda ittiham olundu. 3 dənə uşağı zaldan mən götürüb Azərbaycan Ucqar kəndinə, məsələn, şərt deyirəm, Xankəndinə aparıb gecəni təhvil verib gəlmişim yaxın qohumlarına. O valideynlər məndən ikisi cəzaçəkmə müəssisəsindədir. Yəni bununla bağlı o uşaqların adaptasiya olub cəmiyyətə qaytarması üçün həm yaxın qohumları, həm də dövlət çox belə bizə dəstək oldu. Bundan bağlı xarici fikrinizi söyləyin. Hətta Əkbər müəllim, mən bir fikir bildirim. Bizdə konstitusiyada da qeyd olunub ki, ilk növbədə valideynlərin borcudur uşaqları saxlamaq. İkinci məsələ artıq dövlət Sahibi valideyn dövlət himayəsinə uşaqları, məhrum bəli, olan bu uşaqlara qəbildən bəli, olan qayğı uşaqlar, göstərir. ikinci dövlət. Və Nəzarətlə bağlı. əgər bayaq Nigar xanım məsələdən uzaqlaşmamışdım. Nigar xanım deyir ki, bəs çox humanistcasına, çox yumşaq davranılır. Səhv eləmirəmsə, Ailə Məcəlləsinin 116-cı maddəsində də qeyd olunur ki, ailə inkişafı planının üzərində işlənməsi üçün dövlət şərait yaradır ki, bayaq sadaladı Səadət xanım ki, hansı hallarda məhkəmə məhrum edir valideynləri. Və o məhrum olma səbəbləri aradan qalxarsa, məhrum olmaya da məhkəmə baxır, bərpa etməyə də hüquqların. Və məhkəmə müəyyən edərsə ki, həmin məhrum etmək üçün əsaslar aradan qalxıbsa, alkoqolizmdə, narkomaniyadır, psixoloji pozuntu nəticəsində uşaqlara tutaq ki, şiddət göstərilir, məişət zorakılığıdır, cinsi istismardır. Bu hallar aradan qalxarsa və müəyyən rəy əldə olunarsa, təbii ki, uşaq ailəyə qaytarıla bilər. Bu bir növbəli olaraq dövlətin qoyduğu qanundur ki, ailənin inkişafı planını gerçəkləşdirmək üçün. Və bu səbəbdən də ailəyə uşaq qaytarılır və ilkin olaraq da dövlətin əsas məqsədi nədir? Uşağı ailədə saxlama prinsipidir. Əgər ailənin bərpası mümkündürsə, nə gözəl dövlət üçün ki, yəni uşaq öz ailəsində sevgi görərək böyüyür. Bütün şərtlər içində nə yaxşı ki, dövlətimiz var. Nə yaxşı ki, dövlətimizin valideyn himayəsindən məhrum olmuş uşaqlara bu qədər diqqəti, qayğısı və köməyi var. O olmasaydı o uşaqların halı necə olardı? Özdə bizim uşaq evləri, siz bilirsiniz də, bir neçə illər öncə bizim vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə bütün uşaq evlərimiz yenidən qurulub. Sanki ən bahalı bir otellərdir. Hər cür şərait var uşaq evlərində. Şəraitlə bağlı həm də təminat var. Yəni, uşaq evlərində yaşayan uşaqların təhsili, mütləq... Çox sağ olun. Bizim vaxtımız azalır. Biz qanun və icra proqramı olaraq bugünkü mövzumuz valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar olunması və onların yerləşdirilməsi, üçota alınması ilə bağlı. Biz qanun və icra proqramı olaraq bu günləri bacardığımız qədər valideyn himayəsindən məhrum olmuş uşaqların aşkar olunması ilə bağlı fikir mübadiləsi apardıq. Biz qanun və icra proqramı olaraq valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqi varisliyi ilə bağlı, eyni zamanda onların aşkar olunub dövlətə qaytarılması və dövlət nəzarətinin üstün təşkil etməsi ilə bağlı dəyərli ekspertlərimizin fikirlərini aldıq. Sağ olun, hörmətli tamaşaçılar, gələn görüşlərə qədər Allah dövlətimizi və millətimizi qorusun. Məişət zorakılığı, susduqca böyüyən təhlükə, döyülmə, təhqir, psixoloji təzyiq. Bunların hamısı qanun qarşısında cavab tələb edir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi bu əməllərə görə hansı məsuliyyəti nəzərdə tutur? Zərər çəkən nə etməli,
hara müraciət etməlidir? Cavablar qanun və icra verilişində. Qanunun dili sərtdir. Qanun hamı üçündür. Çalışın, ona riayət edin. Vəkil Əkbər Yusifoğlu'nun təqdimatında. ARB-də. Şərur MTK-nın baş sponsorluğu, Cihan Seylon çaylarının Woodsoft mebel evinin sponsorluğu ilə qanun və icranı izlədiniz. Şərur Mənzil Tikinti Kooperativinin sədri İsfəndiyar Axundov. Şirkət artıq 30 ildir ki, Bakı şəhərində mənzil tikməklə məşğuldur. Ona görə də çox böyük təcrübəyə malikdir. Yəni binalarımız həm keyfiyyətli, həm dayanacaqlı, həm də vaxtında qazın suyun işığını veririk. Ona görə də biz müraciət edirik sakinlərə. Yasamalda, Sarayda, Xırdalanda, Qobuda mənzillərimiz var. Təmir evləri üçün 25.000 manat, təmirsiz üçün 5.000 manat ilk ödəniş olacaq və uzun müddətli mənzillərə sahib ola bilərlər. Qapımız hər zaman üz-üzə açıqdır. Yüzillərdir çay deyəndə ağıla Şirlanka gəlir və Şirlankanın Cihan Doğazal çayları artıq ölkənin hər yerində ən sərfəli qiymət və ən yüksək keyfiyyət sizə təqdim olunur. Woodsoft artıq 3 ildir peşəkar mebel istehsalı ilə xidmətinizdədir. Restoranlar, obyektlər, evlər və villalar üçün xüsusi dizayna uyğun mebellər hazırlayırıq. Siz modeli seçirsiniz, biz isə onu zövqünüzə və interyerinizə uyğun şəkildə gerçəyə çeviririk. Premium yumuşaq mebel, mətbəx və kabinet mebeli, restoran və obyekt dizaynı, ev və villalar üçün fərdi interyer mebeli, rəng, ölçü və dizayn tam sizin seçiminiz, yüksək keyfiyyət və uzun ömürlü materiallar, müntəzəm endirimlər, Woodsoft, hər bir detalda təbiilik və rahatlıq.